Değerli izleyiciler, hamınızı salamlayırıq, kanalımıza xoş gəlmisiniz. Bugün bizim mətbəxdə yenə qış hazırlığıdır. Pul biber hazırlayırıq. Yəqin çoxlarınız bu ədiyyatdan istifadə edirsiniz. Bugün mən sizə onu ev şəraitində necə hazırlamaq olar, onu göstərəcəyim. Əgər sizin üçün maraqlıdırsa, buyurun başlayaq. Birinci biberləri təmiz yuyuram. Yuyandan sonra onları sapa keçirdirəm. Bütöv şekilde. Mən əlcək giymişəm ki, əllərim yanmasın. Bu çox acıdır. Çünki mən bunu həm sapa keçirdirəm bütöv şəkildə, həm də içərisini açıb tumlarını təmizləyib də qurudacağam. Elə istifadəsi daha rahat olur. Baxın, gördüyünüz kimi onları sapa keçirdim. Baxın, mən ona nə qədər lazımdır ipə keçirdim. Sonra ipin ucularını düğümləyirəm. Bunu bu şekilde bol güneş alan yerden asıram. Yani buna dikkat edin. Çünkü eğer içerisi kiflənsə, bu artıq təhlükəlidir. Orqanizm sağlamlığımız üçün təhlükəlidir. Tərkibində kanserogen maddələr əmələ gəlir. Eğer kiflənibsə onu istifadə etməyin. Atın. Ben qalan hissəsini baxın bu formada bıçaqla elə əlcəyi də ona görə geyinmişəm. Çox acıdır. Hal-hazırda belə biberlərin mövsümüdür. Satışda var. O qədər də baha deyil. Yəni biz satışda alırıq pul biberi. Bizə daha baha başa gəlir. Amma özünüz hazırlayanda ucuz olur. Həm də özümüz hazırlayanda mən əvvəllər alırdım. Sonra özüm hazırlayandan sonra gördüm ki, bu həm özümüz hazırlayanda daha acı olur satışdakına nisbətən. Həm də dadı, ləzzəti daha gözəl olur. Baxın, bu qaydada mən onun içini təmizləyirəm. Bir-iki dənə tumunu saxlamaq da olar. Çünki pul biberin içərisində azacıq tumu da olur. Belə mənim üçün daha rahat olur. Bunu quruyandan sonra vakum paketinə yerləşdirirəm. Adi paketə də qoymaq olar, havasını çıxarıb. Sonra lazım olanda xırda-xırda düzəldib istifadə edirəm. Bu qaydada təmizləyirəm. Mən indi ipə düzdüyüm, bütöv şəkildə ipə düzdüyüm biberləri də güneşin altında asacağım. Toz olmasın deyə mən onun üzərinə bir sıx toxunuşlu parça da salıram. Bol güneşin altında elə edirəm ki, içərisi kiflənməsin. Siz əgər bina evində yaşayırsınızsa, balkonunuza gün düşürsə, orada asa bilərsiniz. Amma fikir verin ki, axşamlar şeh olur. Onu evə gətirin. Yağış yağa bilər, ona diqqət edin. Arada bir çevirin ki, hər tərəfi bərabər qurusun. Yəni, diqqət altında saxlayaraq onu qurudun. Bu qaydada mən yerdə qalan biberlərimi təmizləyib qurudacağım. Artıq demək olar ki, qurtarmışam. Bir-iki dənə qalıb. Biberlərin təmizləyib yığıram, içlərini açıram. Gördüğünüz gibi bunun biberləri, tumları, özəkləri, saplaqları qalır. Mən bunları da atmıram. Görürsünüz, bitkilərdə qurtlar olur. Onlara qarşı olduqca faydalıdır. Mesela ağacınız qurtlayıbsa, gülünüz qurtlayıbsa, suyun içərisinə, bir qabın içərisinə tökürəm, üzərinə təmiz su.
əlavə edib günün altında qoyuram. Bir neçə gün qalır. Bunun içərisinə sarımsaq da doğrayıb əlavə edə bilərsiniz. Günün altında qalır. Mən onun ağzını bağlayıram. Ağzı bağlı vəziyyətdə günün altında qalır. Sonra ondan istifadə edirəm. Gülə pıskırda da bilərsiniz. Ağaca, gülə və yaxud da dibinə də tökə bilərsiniz. Olduqca faydalıdır. Amma indi bizdə elə bir problem yoxdur. Mən bunu bir iri qazan qoymuşam həyətdə. Onun içərisinə bitki mənşəli, mətbəxdə çıxan bitki mənşəli tullantıları ancaq çiğ vəziyyətdə olan. Məsələn, kartofun qabığıdır, soyuruq istifadə edirik, qabıqlarını atıram. Qarpızın qabığı, deməli, bitki mənşəli bütün tullantılar çiğ vəziyyətdə. Eşitmişəm ki, sümük də atmaq olar, bişməmiş sümüyü, balığın tıxlarını, üzgəclərini, amma mən onları eləməmişəm, bir qədər çəkinirəm. Bunu mən internetdən götürmüşəm, olduqca faydasını da görmüşəm. Mən bundan mütəmadi hər gün. Düzdür, bunun qoxusu olur. Mən emalı qazanın içərisinə tökmüşəm, ağzını da bağlayıram, qoxusu gəlmir. Açanda ifunətli qoxu gəlir, bir qədər mənə çətin olur. Amma sonradan nəticəsi çox gözəl olur. Güllər, mən bütün yay boyu istifadə etmişdim. Payızda mənim çox gözəl, iri qızıl güllərim olmuşdu. Yəni, faydasını görmüşəm. Artıq bütün biberləri təmizlədiyimizə görə biz indi onu qurutmalıyıq. Qurutmaq üçün mən belə bir taxta parçası götürürəm. Taxta dikt və yaxud taxta parçası. Üzərinə təmiz bir ağ parça salıram. Pambıq parça və baxın, bu vəziyyətdə biberləri düzürəm. Açıq şəkildə düzün, bir-birinin üzərinə gəlməsin. İç hissəsi yuxarı olmaq şərti ilə bu qaydada düzürəm. Biberləri bu şəkildə düzəndən sonra üzərinə bir tənzif salıram ki, həyətdə miçək olur, cücülər olur, həm də tozdan, torpaqdan qorumaq üçün, maşınların tüstüsündən qorumaq üçün üzərinə tənzif salıb, bol günəş alan yerə qoyuram. Axşamlar evə götürürəm, səhər yenidən günəşin altına qoyuram, nəzarət edirəm, çevirirəm biberləri ki, hər tərəfi qurusun. Bu qaydada quruduram. Bütöv şəkildə hazırladığım, ipə keçirdiyim biberləri isə bir-birinin üzərinə gəlməyəcək şəkildə, baxın bu qaydada asıram və bol gün alan yerdə quruduram. Bir daha təkrarlayıram. Fikir verin ki, içərisi kif atmasın. Kif atanda o təhlükəlidir sağlamlığımız üçün. Biberləri qurumağa qoyduğumuz vaxtdan 4 gün keçib. Gördüyünüz kimi artıq tam quruyublar. Mən bütöv şəkildə ipə asdığım biberlər hələ tam qurumayıb. Ona bir həftə 10 gün lazımdır ki, tam qurusun. Amma biraz büzüşüblər gördüyünüz kimi. Baxın, 4 gün keçib bunlar bu vəziyyətdədir. Mən hər ikisini bol gün alan yerə qoymuşdum. Qızğın günün altında qalıblar, quruyublar. Əvvəli bütöv şəkildə hazırladığımız biberlərin rahat olur. Rahat-rahat ipə keçiririk. Amma onun həm quruması vaxt alır, həm də sonradan onunla pul biber hazırlamaq bir qədər çətin olur. Onun saplaqlarını çıxartasan, içinin tumunu bir qədər təmizləyəsən. Amma açıq şəkildə mənim üçün daha rahat olur. İndi siz də baxın, hər ikisindən, hər iki üsulla hazırlaya bilərsiniz. Mən indi bunu qurutduğum biberləri, mən də onu göstərmək istəyirəm. Birinci göstərim hansı formada qurumalıdır. Baxın, görürsünüz. Çox yox. Baxın, bu dərəcədə qurumalıdır. Mən indi onu necə saxlayıram, bütöv şəkildə onu göstərirəm. Məndə qara
şüşə qablar var. Onun içərisinə tökürəm. Əgər sizdə də varsa tökün. Əgər yoxdursa adi şəffaf balona da tökə bilərsiniz. Baxın bu şəkildə içərisinə doldururam. Nə qədər istifadə edəcəyəm, hansı hissəsi, mən birdən-birə pul bibərin hamısını düzəldib qoymuram. İstifadə etdikcə düzəldirəm. Ona görə biberlərin bir hissəsini bankaya doldururam, ağzını qoyuram, sərin yerdə saxlayıram. Soyuducuda da saxlaya bilərsiniz. Əgər sərin yeriniz yoxdursa, hal-hazırda istidir. Bunu isti yerə qoysanız qurd sala bilər. Ona görə də çalışın ki, sərin yerdə olsun. Bu şəkildə bankalara doldururam. Siz bunu pambıq parçadan tikilən torbanın içərisində və yaxud da kağız torbanın içərisində də saxlaya bilərsiniz ki, o zaman otaqda da saxlaya bilərsiniz. Amma çalışın ki, hər ehtimala qarşı otaqda nisbətən sərin olsun. Mən bir hissəsini saxladım. İndi ondan pul biberi necə hazırlayıram, onu sizə göstərəcəyəm. Bunun üçün rondodan istifadə edirəm. Və qurutduğum biberləri içərisinə tökürəm. Quruyanda da bir qədər ehtiyatlı olun, əlinizi yuyun. Bilmədən əlinizi üzünüzə vursanız, ya bədəninizin hər hansı bir hissəsinə vursanız yandıra bilər. Rondonun düyməsini bir neçə basmaqla biberi xırdalayıram. Baxın, bu dərəcədə mən onu xırdalayıram. Yəqin istifadə etmişsinizsə bilirsiniz. Çox xırda olmur. Bir qədər dənəvər qalır. Və içərisinə duz əlavə edirəm. Və bitki yağı. Bir qədər duz, bir qədər bitki yağı. Yəni, çox əlavə olunmur, biraz. Və qarışdırıram, yaxşı-yaxşı qarışdırıram. Yağ və duz biberlərin hər tərəfinə bərabər yayılsın. Baxın, gördüyünüz kimi artıq bu biberimiz tam hazırdır. Satışdakından da gözəldir, rəngi də, dadı da çox dadlı olur. Mənim keçən hazırladığım pul biberdir, bu qədər qalıb. Baxın. Mən indi onun üzərinə əlavə edirəm. İstifadə üçün bankaya töküb rahat soyuducuda saxlayıram. Qışda bunu mətbəx dolabında da saxlayıram. Nə qədər ki istilərdir, qurd düşməsin, xarab olmasın deyə mən onu soyuducuda saxlayıram. Qışda çıxarıb mətbəx dolabına qoyuram. Mən bunu məsələn ət çəkəndə dolma hazırlayacağımsa hər üç dolmanın qiyməsinə əlavə edirəm. Kotletə əlavə edirəm. Yəni
Bundan bu yeməyə dad verir, daha da gözəlləşdirir onun dadını. Sizə də məsləhət görürəm, hazırlayın. Peşman olmazsınız. Adi sürəyə də ədviyyat kimi qoyuram. Yeməklərə yeyəndə əlavə edirik. Bu qaydada. Bu da mənim hazırladığım pul biber idi. Satışdan almaqdansa özünüz hazırlayırsınız. Bilirsiniz ki, nə təmizdir. Ən əsası tərkibində qatqı maddəsi yoxdur. Açıq şəkildə satılır tozun torpağın altında. Elə bir şansımız yoxdur ki, biz bunu yuyaq. Ona görə də çalışın ki, özünüz hazırlayın. Əgər mənim hazırladığım pul biberi bəyəndinizsə, bu videonu like etməyi, kanalımıza abunə olmağı da unutmayın. Siz də hazırlayın. Nuş olsun.